Yaxşı. Müəllimlər, bu günlərim sizlə quru suları haqqında danışacağıq. Mən quru suyu nə deməkdir? Bir var qurut suyu, bir də var quru suyu. Ümumən quru suları okeandan yer səthinə gələn şirin su buxarı ilə və yaxud belə deyək, böyük su dövranı nəticəsində yer səthinə gələn şirin suyun dağın zirvəsində qalaraq buzlaması nəticəsində buzlaqlar. Bax, bu quru suyudur. Yəni okeandan gəlir. Dayanın bir dəqiqə bunu kaydına başlatdım da. Bəli, okeandan gəlir, tökülür dağın başına. Soyuq olduğuna görə o şirin su orada donur hər dəfə yağış yağdıqca və qalır o hissədə. Bax, quru sularından biri budur, buzlaqlar. İkincisi, quru suyundan biri nə ola bilər? Təbii ki, o gələn, okeandan böyük su dövranı ilə gələn yağış çaya çevrilə bilər. Əsasən də orta dağlıqlarda. Və yaxud o buzlaq əriyərək çaya çevrilə bilər. Bəli. Bu nə olacaq? Bu özü də bir quru suyudur, çaylar. Sonra göllər hər hansısa bir köçəklikdə yığılıb qala bilər. Bunlar nədir? Bu da quru suyudur. Bataqlıqlaşma nədən yaranır? İndi bataqlıqlar haqqında danışacağım sizə. Alt-üst bataqlıqlar məntiq olaraq nəyə görə seçilir? Onlar haqqında da bir müzakirə qoyarıq. İndi burada bataqlıqlaşma da yağıntıdan əlaqədar ola bilər və yaxud yeraltı su ilə bağlı ola bilər bataqlıq prosesinin. Ona görə deyirik, bataqlıqlar özü də bir quru suyudur. Bəli, bataqlıqların özü də bir quru suyudur. Belə, müəllimlər, bataqlıqlar özü də bir quru suyu olduğuna görə, bax, bunlar indi növ-növdür. Bax, yeraltı sular. O dediyimiz, məsəl üçün, artezan sularıdır. İki su keçirməyən lay arasında yerləşir və yaxud bir su keçirən, bir su keçirməyən lay arasındakı quru suyunun özü. Bu özü də quru suyudur. Niyə? Çünki okeandan buxarlanan şirin suyun quruya gətirilməsi və süxurlar tərəfindən yeraltı süxurların tərkibinə hopdurularaq orada yığılması nəticəsində yaranır. Yəni, onun əsli birinci şirin su idi. O okeandan qarışmamışdı ki, quruya gətirilən şirin suyun o alta gedərək yaranması formasındadır. Buna görə deyirik onlara biz qurunun suyu. Qurunun suyu böyük su dövranı ilə okeandan quru üzərinə gətirilən sudur. Aydındır, müəllimlər, bu hissə. Aha. Bəli, müəllim. İndi buzlaqlar haqqında danışacağıq. Qısa, konkret danışacağım. Buzlaqlar o qədər də bilirik ki, məlumatları biz ekstrasiya məsələsində vermişik, ekstrasiyada. Buzlaq, ümumi buzlaq necə yarana bilər? Təbii ki, buzlaq bir ola bilər qütbyanı sahələrdə, suyun donması nəticəsində və yaxud dağın zirvəsində o yağıntının qar şəkildə ola bilər, yağıntı şəklində düşən suyun donması nəticəsində yarana bilər və bu proses buzlaqların yaranmasına şərait yaradır. Ən böyük buzlaqlardan biri Pamir dağlarında Pirin buzlağıdır. O buzlaq ümumi şəkildə belə bir proses var buzlaqlarda. Buzlaqlar ilkin dövrdə Pirin formaya bənzəyir. Nazik ağ şəkilli olur. Onlar zaman qaldıqca üstünə tökülən, üstünə düşən yağıntılar da donur, daha qalın, sarı rəngdə buzlağı meydana gətirir. O buzlağa deyirlər qlekçer. Və ən böyük buzlağın da Pamir dağlarında yerləşməsi məlumdur. İndi buzlaqlar haqqında danışanda biz həm örtük buzlağı haqqında danışacağıq, həm də səth buzlağı haqqında danışacağıq. Bəli. Müəllimlər, örtük buzlağı və səth buzlağı. Örtük buzlağı bir ərazinin
üzərinin şirin su düşməsi nəticəsində o şirin suyun donması nəticəsində yaranan buzlaqdır. Dolayısıyla bizim dağların üzəri əslində nədir? Örtük buzlaqlarıdır. Hansı ki ora şirin su düşür, onun üzərində o su donur və bir alt torpaq təbəqənin üstündə donma yaradır. Yəni örtük yaradır. Antarktidadakı da belədir. Mən Antarktidaya düşən yağıntılar əsasən okeandan gələn yağıntılardır. Okeandan gələn yağıntı Antarktidanın üzərinə düşən zaman təbii ki donmaya məruz qalır. Bu prosesdə onun torpaq səthinin minilliklər ərzində donaraq örtük şəklində buzun yaranmasına səbəb olur. Və desəz, müəllim, Şimal Buzlu Okean deyəcək. Şimal Buzlu Okean duzludur. Və o donuşlu, duzlu suyun səthi üzərində yaranır. Tam örtük şəklində yaranmır. Səthi üzərində bir donuşluq yaranır. Ona görə duzlu suların kütləvi təşkil etdiyi okeanlarda, dənizlərdə formalaşan buzlaqlara biz səth buzlaqları deyirik. Su səthinin buzlağı mənasında işlənir. Bunlar səth buzlaqlardır. Buzlaqları bilirsiniz ki, o qazma işi var. Onlar haqqında danışıb vaxt aparmayacağam. Eksalasiya adlanır. Moren təpəsi, Moren tirəsi, Trok dərəsi, fiordlar yaradır. Bunları bilirsiniz. Zaten keçmişik. Burada da yenə bir suallarımızda baxanda nəsə qarma-qarışıq qalan hissələr olsa, onlar haqqında danışarıq. Bu öz yerində. Bu buzlar, müəllimlər. İkinci proses sizə danışmaq istəyərdim. Təbii ki, yeraltı sulardan. Yeraltı sular var. Bir artezan suları, bir de var qurut suları. Baxın, quru suları deyil ha o. Quru suları ümumi bir anlayışdır. Bu qurut suyu mənasında işlənir. Qurut suyu. Qurut suyu nədir? Qurut suyu yeraltı suyun, yer üzərinə düşən suyun yeraltı sularda süzülərək müəyyən qarışımlara malik olması nəticəsində meydana gəlir. İndi o qurut suyu ola bilər ki, iki su keçirməyən qat arasında olsun. Ona deyirlər artezan suyu. O birisinə deyirlər isə qurut suyu bir su keçirən, bir su keçirməyən qat arasında olanda buna deyirlər zaten qurut suyu. Bəli. Buna niyə qurut suyu deyirlər? Bunun tərkibi nisbətən daha çox qurut maddələrlə qarışıq olur. Amma o su keçirməyən iki qat arasında yerləşən artezan suyu var ha. O süzülmə aşamasından keçir və çox təmizlənir. Və keçir iki dənə su keçirməyən arasında sıxılıb qalır deyə hər tərəfdən su keçirməyən hissələr ona baskı törədir. Bu baskı prosesi yüksək təzyiqin meydana gəlməsinə səbəb olur. Ona görə də baba o baskı nəticəsində bir yerdən çat baş verən zaman su oradan fışqıraraq yer üzərinə doğru qalxır. Bax buna lay arası artezan suyu deyilir. Amma bir hissəsi su keçirməyən layın üzərində, bir hissəsi su keçirən layın üzərində yerləşənə deyirlər qurut suları. Bax bu proses budur, qurut suları. Vəssalam. Burada başa düşülməyən nəsə var müəllimlər? Xeyr mən. Aha. Keçid arıq müəllimlər. Yeraltı sular, buzlaqlar anlayışı verildisə bizə nə lazımdır? Göllər. Bəli, göllər nədir? Göl. Göl ümumi təbii ki, belə deyək də, süni göllər, təbii göllər anlayışı var. Süni göllər insan fəaliyyəti ilə formalaşmış çuxurlara deyirlər, belə deyək. Təbii halda formalaşmış çuxurlarda su yığılaraq qalırsa buna deyirlər ki, təbii göllər. Göllər də formalaşdığı köçəkliyin mənşəyinə görə bölünür. Məsəl üçün,
Müxtəlif göllərdən danışarıq bunlar haqqında. Bir dəqiqə. Bəli, müəllimlər. Bir neçə mənşəli göllərdən danışım. Baxaq görək hansı göllər. Göllər çuxurun mənşəyinə görə hansı göllərə bölünə bilər? Məsəl üçün, buzlaq mənşəli göl. Buzlaq mənşəli göllər ya 4-cü dövr buzlaşmasına məruz qalan Amerikanın və Avrasiyanın şimali hissəsində formalaşa bilər, ya da dağlarda formalaşa bilər. Məsəl üçün, dağlarda formalaşan göllərdən biri bu İtaliya tərəfdə, Apenin yarımadasının şimalında İtaliyaya düşür. Alt dağları cənub ətəyində, İtaliyaya tərəf olan ətəyində. Bir dəqiqə üzr sayın. Hə. Demək müəllimlər, İtaliyada o Apenin, daha doğrusu düz sayın, alt dağların İtaliya tərəfi olan hissəsində Qarda gölü yerləşir. Bu Qarda gölü qar buzlaq mənşəli göldür. Bax bu hissədə. Bax, Qarda gölü alt dağlarının cənubundakı göldür, İtaliyaya düşür. Buzlaq. Məsəl üçün Finlandiyadakı, Kanadadakı Hə. Məsəl üçün Finlandiyadakı, Kanadadakı göllər olar. 4-cü dövr buzlaşmasına məruz qalan qazılmalar nəticəsində orada yaranıb o göllər. Məsələn, Böyük Ala göldür. Məsələn, yuxarı göllər qrupu onlar buzlaq mənşəli göllərdir. Ekstrasiyanın fəaliyyəti nəticəsində formalaşıbdır. Bu 4-cü dövr buzlaşmasına məruz qalan ərazilərdir, onu göstərir. Bu öz yerində. Sonra buzlaq mənşəli göllərdən sonra biz əsas xüsusiyyətdə seçilən tektonik mənşəli göllərə baxmalıyıq. Bir var tektonik qrabenlə yerləşən. Bir də var tektonik əyilmədə yerləşən. Tektonik qırılmada yerləşən göl, yəni qrabində yerləşən göl necə olur? Qırılma yaşanan zaman qraben yaranır və o qraben dar, uzun və dərin olur. Əyilmə necə olur? Əyilmə bax bu şəkildə əyilmə prosesi baş verir. Platformanın əyilmə zonasında əsasən meydana gələnlərdir. Bir də məsələn geosiqnalın əyilməsində meydana gələ bilənlər ola bilər. Məsəl üçün Afrikadakı Viktoriya gölü, baxın, bu hissədəki Viktoriya gölü Afrikanın ən böyük gölü olub, tektonik əyilmədə yerləşir. İndi onun olduğu zona platformadır və bu platforma hissəsində
tektonik əyilib qalmış hissələrə sineklizlər deyilir. Bax, sinklinal, geosignaldadır. Sinekliz bunlardadır. Aşağı gəlirik, tektonik qrabində yerləşən Tanganika, Nyasa göllərindən rastlaşırıq. Sonra tektonik qırılmada burada Baykal gölü var. Baykal gölündən rastlaşırıq. Bax, bu göllər tektonik qrabində yerləşəndir. Viktoriyada tektonik əyilmədə yerləşən göl olaraq hesab olunur. Bax, bu da çuxurun mənşəyinə görədir. Tektonik əyilmədə yerləşənlərin sahəsi böyük, dərinliyi kiçik olur. Bəli, dərinliyi kiçik olur. Bilirsiniz nəyə bənzəyir? Elə bir ki, bir yumuşaq parça götürsəz, altdan dartsaz, fikir verirsiniz ki, çox darta bilməyəsiniz. Çox darta bilməyəsiniz. Amma geniş bir sahəni əhatə eləmiş olacaq. Amma qırılma prosesində, qırılma prosesi başlayır da, qırılma baş verən kimi aşağı doğru enmə baş verir. Həmən gölün dərinliyi çox olur. Qırılma da uzanır, uzun çat formasında. Uzunluğu böyük olan, dar, dərin, göl çökəkliyi olan qraben yaranır ki, bu qrabende də ki, göllər dərin olur. Məsələn, ən dərin göl qrabende yerləşən Baykal göldür 1620 metrindən. İkinci yerdə buradakı Tanganika göldür 1420 metrindən özünü göstərir. Müəllimlər, tektonik proses barədə nəsə çatışmayan bir proses var. Gölün çökəkliyinin mənşəyi. Nəsə düşmədiyimiz bir şey varsa deyin ha, bax. Burada nəsə qaranlıq qalan bir şey oldu deyin. Mütləq şəkildə geri dönüş edin. Keçid arıq müəllimlər, təbii ki, növbəti hissə olan. İndi mən bir-bir sadalaya gedəcəm. Laqun mənşəli göl. Laqun nədir? Liman mənşəli deməkdir. Yəni, elə bir olmalıdır ki, bu gölün okean və dənizlə müəyyən əlaqəsi yaranmalıdır. Amma tam qarışım özünü göstərməməlidir. Məsəl üçün, bu göllər əsasən o qabarma, çəkilmə hadisəsi zamanı okean səviyyəsi qalxır. Onda o okeandan gölə keçid yaranır. Və orada gəmiçilik üçün istifadə olunur. Bax, bu göllərə deyirlər laqun mənşəli göllər. Məsəl üçün, o laqun mənşəli göllərdən biri Maracaibo gölüdür. Cənubi Amerikada. Bəli, Maracaibo gölü. Biri də bizim ərazimizdə Xəzərin ətrafında Dəvəki, Ağzı bir Çala gölü hesab olunur. Bu göllər laqun, liman mənşəli göllərdir. Məsəl üçün, vulkan mənşəli göllər, krater mənşəli göllər var. Krater mənşəli göllər Azərbaycanda Böyük İşıqlı, sonra Qızılboğaz, bax, bu vulkanların, sönmüş vulkanların boğazında özünü göstərir. Dünya üzrə məsəl üçün sənə deyə bilər Chimborazo. Düz deyib, bunlar çox gəlmir, amma demək vacibdir da. Məsələn, Chimborazo vulkanı sönübdür, onun boğazında o adda vulkan göl yarana bilər. Krater mənşəli göl. Bəli. Məsəl üçün, göllərin tektonik kökəkliklərindən əlavə biz sizə hansı gölləri deyə bilərik? Çay-dərə mənşəli göllər. Məsəl üçün, düzənlik çaylarında bir-iki meandrlar olur. Bu meandrlar nəyə görə müşahidə olunur? Məsələn, düzənlik çayı axır. Qarşısına, baba, düzənlik çayı gəlir. Qarşısına nəsə çıxdıqda o əyilir, digər yumuşaq çuxuru yuyub gedir. Burada belə əyilir, burada belə və avtomatik əvvəlki o yatağı var ha, bax, burada qalan yatağın, o dəyişir. Aha. Bəli, avtomatik o yatağını dəyişir. Bax, bu yataq hissədə, əvvəlki yatağın hissəsində axmaz mənşəli göl yaranır. Yəni,
çayın dərəsi qarşısı kəsildiyinə görə, bərk çuxura dirəndiyinə görə daha çay məcburi dərəni dəyişməli olur. Və o keçmiş dərənin yerində axmaz mənşəli göl yaranır. Bəzən deyirlər müəllim, bu göl şirin sulu yoxsa duzlu olur? Bu göl o ki çayda suyun ən bol vaxtı ki olur, onda bu gölla çay arasında bir axın yaranır və ən bol sulu dövründə həmən göllər, çayın bol sulu dövründə həmən axmaz göllər şirin suya çevrilir. Amma normalda sabit dövründə, çayın sabit dövründə o göllərlə heç bir əlaqəsi olmadığına görə göl duzlu gölə çevrilə bilir. Bəli, bu da özünü tənzimləyir. Və bu axmaz göllərdir. Məsəl üçün Azərbaycanda misalını çəkə bilərsiniz. Mehmana, Hacı Qabul, Sarısu gölləri və bu göllərdən hesab olunur. Sonra keçidarıq, orada biz təbii ki, uçqun bənd gölləri. Uçqun bənd gölləri məsəl üçün harda var? Qırğızistan ərazisində, yox, Qazaxıstan ərazisində Sarez gölü. Məsələn, uçqun bənd gölüdür. Bizdə Göygöl, Maral göl, Tufan göl. Məsəl üçün, Bikənək aşırımının uçması nəticəsində yaranan Batabaq gölü Naxçıvanda, Şahbuz rayonunda. Bəli, bu göllər uçqun bənddir. Necə bir uçqun bənddir? Məsəl üçün, hər hansısa bir çayın qarşısını uçqun nəticəsində dağın o tökülmüş qaya hissəcikləri kəsir. Və o kəsən zaman orada bir çayın dərəsində köçəklik yaranır və o zaman-zaman dərinləşərək gölə çevrilir. Məsəl üçün, bizdə misal Göygöl, Kəpəz dağının uçması nəticəsində Ağsuy çayının qarşısını kəsib orada Göygöl yaradıb. O Göygöl əslində suyunun rənginə görə deyirlər. Müşahidə etdiyim bir proses var. Hansı ki, gölün ətrafında şam ağacları və quvang ağacları olur. Onun kölgəsindən gölün suyu göyə çevrilir. Göy rəngə çevrilir. Bəlkə müşahidə eləmişsiniz bölgələrdə, rayonlarda yaşayan. Elə bir ki, hansı ki göl kölgədə çox qalır, onun suyunu kənardan fikir versən, gölün suyu göy rəngdə görsənir. Ona görə Göygöl adı verilmişdi bax. Bu öz yerində. Bu da uçqun bənd mənşəli göllər hesab olunur. Göllər mənşəyinə görə, yəni çuxurunun mənşəyinə görə bu şəkildə qruplaşdırılır. Sonra göllər ola bilər ki, axarlı və axarsız olsun. Bəli, axarlı və axarsız olanda nə baş verəcək müəllimlər? Fikir verin. Bir göl, düşünün ki, o göldən 10 dənə çay tökülür və yaxud 100 dənə çay tökülür. Bax, Xəzər gölü özü ona bir nümunədir. Xəzər gölünə azı bir 50-60 dənə çay tökülür. Bəlkə də 100-ə yaxın xırdalı götürsək. Amma gəl ki, bir dənə də çay başlamır. Axın yoxdur. O zaman baxın nə baş verirsə. Göldəki suyun hərəkətsizliyi ilə əlaqədar kənardan gətirilən maddələr göldə həll olma prosesinə keçir. Zaman-zaman da buxarlandırma prosesi o həll olma prosesi ilə suyu duzlandırmağa başlayır. Yəni, nə qədər çay tökülür, tökülsün. O gölün axarı yoxdursa, o duzlu göl olacaq. Məsəl üçün, Qazaxıstandakı Balxaş gölünə, bax fikir verin bura. İli çay tökülür, amma çay başlamır. Çay tökülür, çay başlamır deyə o duzludur. Axarı yoxdur çünki. Axar təmizləyir o duzu. Məsəl üçün, Aral gölü, Özbəkistanla Qazaxıstan ərazisinin sərhədində yerləşən göl. Bura Amudərya, Sırdərya tökülürdü, amma çay başlamırdı deyə duzludur. İndi də daha quruyur həmən göl. Bəli. Məsəl üçün, burada ölü dəniz var idi, ölü dəniz səviyyəsi. Ora bir dənə İordaniya çayı tökülür. O da
dəniz deyirlər, amma göldür. Demək, müəllimlər, davam edirik. Amma bir çaya 100 dənə, daha doğrusu üzr istəyirəm, bir gölə 100 dənə çay tökülsün, oradan bir dənə axar varsa, baba bir dənə gəmi çay axırsa, o mütləq şirin sulu olacaq. Bax, Xəzərə bu qədər çay tökülür. Xəzərdən içdi, bir dənə çay başlasaydı, bir dənə çay başlasaydı, o avtomatik şəkildə şirin suya çevriləcəkdi. Bəli, təmizləmə prosesi özünü göstərəcəkdi daxildə. Ona görə deyirlər ki, axarı olan göllər şirin sulu, axarsız göllər isə şorsulu göllər hesab olunur. Bu da suyunun kimyəvi xüsusiyyətinə görədir. Axarlı və yaxud axarsız göllər. Göllər aydındır müəllimlər. Göllərdə bir problemimiz var. Yoxdur ki. Xeyr müəllim, aydındır. Göllər haqqında Yox. Belə deyək, testlər üzərində hardadır, onlar haqqında danışacağıq tam geniş şəkildə. Məsəl üçün Venerin, Veterin, İnari gölü, bunların yerləşdiyi ərazilər, sonra Ladoga, Onega gölləri, məsəl üçün. Bax, Ladoga, Onega Rusiya ərazisindədir. Bax, burada Onega gölü, burada Ladoga. Ladoga'dan Onega'ya, Onega'dan Ladoga'ya Sivir çayı, Ladoga'dan da Fin körfəzinə Neva çayı tökülür. Neva çayı Rusiyanın keçmiş paytaxtı Sankt Peterburqdan keçir. Məsələn, bunları özünüz indi orada oxuyasınız. Bunları mən bəzilərini nümunə kimi göstərirəm. Nə formada oxuyasınız, necə öyrənəsiniz. Xəritə üzərində testləri baxan zaman xəritə üzərində sual-cavabda geniş şəkildə baxacağıq bunlara. Demək, məsələn, buradakı göllər qrupu. Bax, Ontario, Erie. Erie ilə Ontario arasında, daha doğrusu Erie, Ontario. Burada Niagara çayı var. Niagara çayı üzərində Niagara şəlaləsi var. Nəhəng. Bu şəlalə 52 metr hündürlükdən tökülür və bu şəlalənin çox gür səsli şəlalədir. Dünyanın ən gür səsli şəlaləsi olabilir. Məsəl üçün, burada Michigan gölü var. Yuxarı göl, bax, bu hissələr böyük göllər qrupu olaraq bilinir. Aydındır hamı üçün. Əla. Aydınsa, çox yaxşı. Elmar, axşamın xeyir, Elmar. Elmar, sən dərslərə qoşulanda mən sevinirəm, Elmar. Görsənmirsən. Səsimi eşidə bilirsən, heç olmasa. Yəqin işdəsən. Yaxşı. Müəllimlər, bu öz yerində. İndi davam edirik, təbii ki, çaylarla. Çaylar əsasdır, uzundur. Çaylara diqqətlə qulaq asın. Baxaq görək, çaylarda hansı proseslər özünü göstərəcək. Oxuyarsınız, çayları da bitirəndən sonra oxuyub testləri yazın. Orada çaylar mövzusunu oxuyanda diqqətli olun. Maksimum diqqətli şəkildə olun və suallarınızın heç birini saxlamayın. O kitabı oxuyanda ki, nəsə başa düşməmisənsə, onu mənə bir daha ünvanla. Qoy onun müzakirəsini aparaq. Zaten demişəm, fevraldan. Buyur Elmar. Axşamınız xeyir müəllim, necəsiniz? Axşamın xeyir, necəsən? Üzr istəyirəm, cavab verə bilmədim, uzaqdaydım. İşləyəm deyə alındıra bilmədim. Ancaq qulaq asa bilirəm də cavab verə bilmirəm, üzr istəyirəm. Qulaq asa bilirsən məsəl? Bəli, qulaq asa bilirəm. Əla.
Yaxşı. Onda qulaq as sən. Həm də işində ol. Demək, davam edirik. Demək, müəllimlər, davamımız çaylardır. Çay nədir? Çay mənbədən mənsəbə doğru öz açdığı yataq boyu axan su hissəsi. Belə deyə bilərsiniz. Bəli. Çay yatağına məcra deyə bilərsiniz. Bəli. Çay yatağı və yaxud məcra. Çayların əslində biz su erozyonunda danışmışıq. Amma burada yenə danışacağım onlar haqqında bir müzakirə eləyək. Çaylar haqqında. Çayların qolu, en kəsin sahəsi, ümumi hövzənin sahəsi, bunlar nə deməkdir? Bunlar haqqında. Çayın sıxlığı nə deməkdir? Onlar haqqında tam müzakirə eləyəcəyik. Buradan sıxlıq məsələsini çıxardacağıq. Sıxlıq burada deyəcəyik, çaylarda deyəcəyik, dəmir yoluna da aid eləyəcəyik, insan sıxlığına da aid eləyəcəyik. Yəni çox şeyə bu sıxlıq özünü göstərəcək də, yəni. Ümumi fərqli-fərqli məhvumlarda sıxlıq nə deməkdir anlayışını ortaya çıxardacağıq. İndi müəllimlər, keçid alaq biz nəyə? Təbii ki, çaylar. Dediyimiz kimi, mənbədən mənsəbə doğru açdığı yataq boyu axan su kütləsi deyə bilərsən. Mənbədən mənsəbə doğru. İndi çay bilirdik ki, ümumi şəkildə bir çayın 3 hissədən ibarət ola bilər. Yuxarı axardan, orta axardan, aşağı axardan. Məsəl üçün, misal üçün Araz çayı 2940 Bingöl silsiləsindən Türkiyədə başlayır, ora yuxarı axardır. Naxçıvan hissəsi Araz çayının aşağı axardır. Kürə töküldüyü hissə isə, daha doğrusu üzr sayın, Naxçıvan hissəsi orta axardır. Kürə töküldüyü hissə isə -11 metrdə kürə tökülür. Və o hissəyə aşağı axar deyirlər. Yəni, çaylar 3 axarda ola bilər. Eyni bir çay uzundursa, onun 3 hissəsi ola bilər. Ən böyük çayı bilirsiniz ki, Amazondur. Ən uzun çay Nildir. Bunları bilirsiniz yəqin ki. Müəyyən məlumatınız var. Onlar indi əzbərki məlumatlardır. Oxuyarsınız, testlər üzərində geniş xüsusiyyətlərinə baxarıq. Bizə çayların su rejimi lazım olacaq. Çayların fəaliyyəti, çaylarda meandr nədir? Çayda meandrları əslində bilirsiniz. O haqda danışmışıq litosfer bölməsində, su erozyonunda. Danışmışıq. Burada da bir danışıq, amma aparaq. O hissələrə baxaq. Müzakirə ilə gedək. Müəllim, V şəkilli çay dərəsi ümumən nədir? Bəzən V şəkilli çay dərəsi kanyonlar yaranması prosesi necə baş verir? Müəllim, kimlər demək istəyər? Kim müzakirəyə getmək istəyər ki, V şəkilli çay dərəsi necə yaranır? Onu da kanyon adlandırırıq biz. O kanyonlar necə yaranır? Buyur Səfa müəllim. Çay dərəsi əsasən yumuşaq suxurlar keçdiyi ərazidən əgər çay keçirsə, olduğu ərazidən daha doğrusu onu çox dərinə qaza bilir o suxurlar. Ona görə böyük kanyon V şəklində yaranır. Demək, dağlıq çayların əsasən yumuşaq suxurlardan keçməsi nəticəsində o hissəni yuyaraq V şəkilli dərə yaratması prosesidir. Düzdürmü? Bəli, Fidan söz istədi. Fidan buyur. Salam, axşamınız xeyir müəllim. Mən V şəkilli çay dərələri dağlardan axan o çaylar ki var, sürətli axına malik olan çaylar, onlar hətta qayanı da bölüb keçə bilirlər də. Onlar da bura aiddir. Təbii ki, yəni o qayanı bölüb keçə bilir deyəndə o qayalar məsələn yumuşaq proseslərlə seçilir də. Bəzən o qayalar əhəng daşlarından, yumuşaq köçməz suxurdan ibarət ola bilir. Bəli, onlar da bura aiddir. Yəni dağlıq ərazidən axan bir çay varsa, əgər o
həmən ərazi, dağlıq ərazi yumşaq suxurlardan ibarətdirsə, o mütləq şəkildə V şəkilli dərə yaradacaq. V şəkilli dərə də müxtəlif formalarda ola bilər. Məsələn, tam V şəkilli dərə ola bilər, sürət həddindən artıq böyük və oradakı suxurlar həddindən artıq yumşaq ola bilər. Ola bilər ki, müəyyən hissəsində yumşaq suxurların müəyyən qədər bərkiməsi nəticəsində V şəkilli dərənin forması da dəyişə bilər. İndi o şərtdən asılı olaraq dəyişir. Testlərdə bəzi şeylərə baxacağıq onlar barədə. Əgər yox, dağ çayı bərk suxura rast gəlirsə, məsəl üçün, bax fikir verin, bu tutaq ki, dağ çayı idi, V şəkilli dərəni necə yaratdı? Yəni, buradan çay gəlirdi, yumşaq suxur idi deyə bu hissəni yudu, bu hissəni saldı aşağı, V şəkilli dərə yaratdı. Bir də var ki, dağ çayıdır, V şəkilli dərə yox, Astana şəlalə yaradır. Astana əslində bir maniyədir. Astana, bəzən deyirlər, Astana yalnız dağ çayı, yox. Astana həm dağ çayı ola bilər, həm də nə ola bilər? Düzənlikdə ola bilər. Astana bərk suxurdur. Bax, dağ çayıdır. Fikir verin ki, dağdır bu. Bu da üstündən axan çaydır. İndi bu gəlir, bu çay gəlir yuyur. Yuyur hələ ki tökülür. Biraz dərinləşdikcə bunun qarşısına belə bax, bərk suxur çıxır. O suxur çıxanda çay yavaş-yavaş bax, bu hissəni doldurur. Axırıncı gələn dalğa, bax, bu Astanaya gəlib çırpılaraq bu şəkildə aşağı doğru hərəkət etməyə başlayır. Bax, bu nəyi yaradır? Şəlalə. Demək, dağ çayı dağda Astanadan sonra, yəni Astanaya rast gəlirsə, onun davamı ilə şəlaləni yaradır. Bəli, bu dağ çaylarının xüsusiyyətləridir. Bunlar öz yerində. Keçid arıq düzənlik çayları. Mənimlə düzənlik çayları əsasən düzənlik hissədə yana meyllənmə nəticəsində dərəni neyniyir? Genişləndirir. Dərəni genişləndirəndə orada U şəkilli dərə yaradır. Düzən çayları Astanaya rast gələndə meandr yaranır. Bax. Düzənlikdə tutaq ki, bu buradan keçməli idi. Burada Astana, bərk suxur meydana gəldi. O Astanaya rast gələn kimi istiqamətini daha yumşaq hissədən davam etdirir deyə. Orada nə yaranır? Təbii ki, meandr. Bu düzən çaylar üçün xasdır. Meandrlar. Sonra, müəllimlər, əsas proseslərdən biri nədir? Demək, bu çaylarda, bax, bir ki çayın yuxarı və aşağı axarı var. Yəni, dağdan düzənliyə çıxdığı hissə var. Bax, bu şəkildə. Bax, dağda çayın sürəti böyük olduğuna görə çox parçalama aparır. O parçalama nəticəsində çay gəlir, düzənliyə çıxanda sürət azalır. O parçaladığı suxurları sürət azaldığına görə apara bilmir, ətrafda yığıb saxlayır. Bunlara deyirlər gətirmə konusları. Bəzən dik ərazi olur. Buradan su gəlir, çırpılır. Gətirdiyi köküntülərdə bu şəkildə tulluyur kənara. Bax, bura. Bu şəkildə də olur. Bax. Gətirir, tulluyur üst-üstə. Gətirmə konusunu formalaşdırır. Ona görə dağlıqdan düzənliyə çıxan çaylar bu ərazidə gətirmə konusları yaradır. Azərbaycanda da xeyli Qanqayır-Çay düzənliyində, Şirvan düzündə, Gəncə-Qazax düzündə, biz Qarabağ düzündə belə gətirmə konusları ilə rastlaşırıq. Bəli, bunlar gətirmə konuslarıdır. Növbəti proses çayın mənsəbi ilə bağlıdır, töküldüyü yeri ilə bağlı.
Müəllimlər, dağ çayları sürətli olur. Dağ çayları sürətli olduqlarına görə əsasən dağ çaylarında belə deyək, töküldüyü yerdə, mənsəb hissədə heç nə toplana bilmir. Əsasən. Bu həmişə belədirmi? Yox. Amma çox halda belədir. İndi orada özünüz çayları müşahidə edib baxarsınız, mən nümunələr göstərəcəm. Onları da müşahidə edib baxarsınız, gələn dərs testlərin üzərində yazacağıq. Çalışın kontur xəritədən istifadə edin çaylarda. İndi tapanmadıqlarınızda mən yenə xəritələrdə göstərəcəm. İndi müəllimlər, birinci növbədə mənsəb əraziyə gətirib dağ çayı töküldüyü mənsəbə əsasən köçmə suxur toplaya bilmir. Amma düzən çayları əsasən köçmə suxurlar toplaya bilir. Düzən çayları gətirirlər töküldüyü əraziyə, bu mənsəb hissəyə, əsasən okean və dənizlərə. Bu hissələrə köçmə suxur toplayırlar, bu üçbucağa bənzər. Bunlara deyirlər çay deltası. Delta üçbucaqla qeyd olunur. Ona görə ona çay deltası deyirlər. Üçbucağa bənzədiyinə görə. Çay deltasında çayın mənsəbində çay qollara ayrılır o deltadan. Amma dağ çayları o qədər sürətlidir ki, o gəlib mənsəbə töküləndə sürətlə əlaqədar o köçmə suxurlarda yuyur, suyun dibinə aparır. Bax bu hissə artıq gəlib tökülüb, burada heç nə yığılmayanda çayın bax bu mənsəbi boş qalır. Buna deyirlər estuari. Estuari. Məsələn, estuari kimi ərazilərdə geniş ərazilərdirsə, delta yığıla bilməyibdirsə, bu ərazilərdə körfəzlər formalaşır. Misal üçün göstəririk körfəzi. Bax biri, bax bu hissədə Parana çayının töküldüyü La Plata körfəzi. Parana nisbətən düzdür, aşağı hissəsi düzənlik çaydır. Sadəcə burada niyə düzənlikdə delta formalaşa bilmir? Çünki buradan Braziliya isti cəryanı keçir. O cəryan bunu yuyub aparır okeanın dibinə. Yəni orada da boşluq yaranır. O boşluqdan da körfəz kimi istifadə edirlər. Sonra, məsəl üçün, burada da bir proses baş verir. Bax, burada da Mackenzie çayı tökülür. Bura. Orada delta yaranmır. Mackenzie körfəzi yaranır. Orada da buzlaqlar nəticəsində, buzlaqların qazma işi nəticəsində orada toplantılar sıyırıb hamısı Şimal Buzlu okeana aparılır deyə yay aylarında ərimələrdə. Orada artıq toplantı qalmır. Ona görə də orada da körfəz kimi istifadə edirlər. Bəli, ümumən bir düzənlik çayı əsasən okean və dənizlərə töküldükdə delta yaradır. Amma o düzənlik çayının ki, töküldüyü hissədən isti və yaxud soyuq cəryan keçirsə, yəni okean küləyi keçirsə, o təbii ki, yarada bilməyəcək. Yəni deltanı yarada bilməyəcək. Deltanın əvəzində estuari yaradacaq. Estuari də böyükdürsə, çevrilir nəyə? Avtomatik şəkildə körfəzlərə çevrilir. İndi burada bir Gang Brahmaputra çayının bir yerdə yaratdığı dünyanın ən böyük Bengal deltası var. Və bu delta bəs niyə burada qalır? Çünki içəri hissədir. Orada qabarma, çəkilmə hadisəsi də çox baş vermir. Plus bu əraziyə okean suyu, cəryan da çox təsir göstərə bilmir deyə orada delta formalaşır. Bəli. Bəli, bu delta və estuaridir. Dağ çaylarında, məsələn, ABŞ-dan tökülən Kolumbiya, Colorado. Bax, Colorado, Kolumbiya çayları dağ çaylarıdır. O tərəfdə sualtı davam da yoxdur və promoz sürətlə gəlir, bütün köküntüləri əsasən aparır okean dibinə. Əsasən dağ çaylarında estuarilərin formalaşması özünə xas xüsusiyyətdir.
Çaylar qolları. Məsəl üçün çayların birinci dərəcəli, ikinci dərəcəli qolları. Məsələn, Azərbaycandan misal verim. Elə buradan misal verim. Bax, burada Yenisey çayı var. Yenisey çayı əsas çaydır. Bunun bir qolu var, Anqara çayı. Anqara çayı onun birinci dərəcəli qoludur. O gəlir hardan? Baykal gölündən. Mənsəbi həmən qolun Baykal gölüdür. Gedir Yenisey'e tökülür, Baykal'dan götürdüğü su vasitəsilə Yenisey'e tökülür, Yenisey də gedir Kara dənizinə tökülür. Bak burada. Bəli. Məsələn, Azərbaycanda Kür əsas çaydır. Araz Kürün birinci dərəcəli qoludur. Məsəl üçün, Araza tökülən arpa çay Kürün ikinci dərəcəli qoludur. Bəli. Bax, bu qollar da bu proses özünü göstərir. Birinci, ikinci, üçüncü dərəcəli, yəni o əsas çaya neçənci qoşulubsa, o dərəcə ilə də o qolları göstərirlər. Əlavə, bu məsələlər, çaylar, əsas xüsusiyyətlər bunlar. İndi çaylarda biz bəzi çaylara təbii ki, baxacağıq. Məsəl üçün, həmişə dediyim o Tatar boğazına tökülən bir dənə çay var idi. Tatar boğazına tökülən çayımız hansı idi müəllimlər? Kim demək istəyər? Tatar boğazına tökülən çay. Var müəllimlər demək istəyən. Tatar boğazına tökülən, Çinlə Rusiya sərhəddində yerləşən Amur çayıdır. Tatar boğazına tökülən çay. Amur çayı. Yaxşımı? Bəli, Çinlə Rusiya sərhəddindədir bu çay. Amura tökülür. Burada deyirlər müəllim, delta yaradar yoxsa estuari? Təbii ki, delta yaradacaq. Niyə? Çünki bu hissədə sualtı davamda var. Üstə gəl o Saxalin adası o hissədə imkan vermir ki, orada qabarma geçsin və yaxud bu proseslər baş versin. Ona görə delta yaradır Pramoy. Bəli. Məsələn, Nil çayı. Ümumən bir şey yadınızda saxlayın. Bir çay əgər düzənlikdən keçib gəlib dənizə tökülürsə, dənizlərdə qabarma prosesi o qədər güclü baş vermir. Ona görə də dənizlərdə əsasən düzənlik çayları, dənizlərə tökülən düzənlik çayları əsasən orada nə yaradır? Delta yaradır. Estuari yarada bilmir. Estuari yaradanlar dağ çayları olacaq. Niyə düzən çay dənizə töküldükdə estuari yarada bilmir? Çünki dənizlər okeanlardan müəyyən sərhəddə malikdir və qabarma çəkilmə də o qapalı hövzədə dənizlərdə çox geniş şəkildə, sürətli şəkildə getmir və bu prosesdə deltanın olduğu kimi qalmasına şərait yaradır. Bax, bu da digər bir xüsusiyyətlərdən biridir. Çaylar, məsələn, Kongo çayı, dünyanın bol sulu çaylarından. Kongonun Zair qolu, təbii ki, ekvatoru 2 dəfə kəsir. Cənub tropikini 2 dəfə kəsən çay Limpopo çayıdır. Zambezi çayı üzərində Viktoria şəlaləsi yerləşir. Dünyanın ən böyük şəlaləsi Orinoco çayının Çurun qolu üzərindədir. Gviana yaylası tərəfdə 1052 metr hündürlüyə bərabərdir. Bəzən 1054 deyirlər. Ortalama 1052 metr hündürlüyə bərabərdir. Bu təbii ki, Anhel şəlaləsidir. Gviana Orinoco'nun Çurun qolu üzərində yerləşir müəllimlər, həmən çay. Məsələn, Parana çayı üzərində Iguaça şəlaləsi yerləşir. Və bu şəlalələrdir. Sonra dünyanın ikinci ən böyük şəlaləsi Afrikanın cənubundadır. 947 metrlə. Demək, Tugela. Tugela çayı üzərində oranjın qoludur Tugela.
Tuqayela çayı üzərində Tuqayela şəlaləsi 947 metr hündürlüyə malikdir. İkinci yerdə dayanır. İndi burada çox şey haqqında danışmaq olar. Bu şeylərə vaxt itirmək istəmirəm. Əsaslarımıza odaqlanaq. İndi o göllərdir, zadır, onlar haqqında xəritə üzərində çox danışacağıq. Axtarışlar çox gedəcək. Bəzilərini də deyə bilərik ki, məsəl üçün, bax, burada bir Winnipeg gölü var. Buzlaq mənşəlidir. Buradan Nelson çayı başlayır. Hudson körfəzinə tökülür. Körfəzlər Hudson əslində müəllimlər eşidə bilirsiniz məni? Müəllimlər. Müəllimlər buradasınız, səsim gəlir. Bəli. Bəli, müəllim. Mənbə məsəl üçün 700 metrdir. Mənsəb dayanıbdır 300 metrdə. 300 metrdə. Və deyir ki, çayın uzunluğu el. El bərabərdir demək. Min kilometrdir. Bir meyilliyi tap. Meyillik nədir? Bax, çayın uzunluğu el. El bölünəcək. Yəni, çayın uzunluğu. Bölünəcək mənbədən mənsəbi çıxana. Yəni, mənbə həmişə hündürdür da. Mənbədən mənsəbi çıxanda nə alınır? Düşmə. Mənbədən mənsəbi çıxanda düşmə alınır. Düşmə. Buna həm də hündürlük deyirlər. Bəli. Yəni, el bölünsün, düşmə meyillilikdir. Çayın meyilliliyi. Meyilliliyin də yadınıza gəlirmi? Vahidi haqqında danışmışdıq. Demişdik ki, meyilliliyin vahidi, ən çox vahidi 1-dir. Ən böyük dərəcəsi 90-dır. Ən böyük faizi 100-dür. Burada meyillik el bərabərdir. Yəni, çayın uzunluğu bölünsün hündürlüyə. Yəni, mənbə ilə mənsəb arasındakı fərq olan düşməyə. Bəli, bunu normal şəkildə tapa bilərik. El 1000 kilometrdir. H da 700 çıx 300, 400 metrdir. İxtisarımızı aparanda 10/4 qalır. O da nə eləyir? 2.5. Daha doğrusu, üzr sayın. Burada səhvə yol verdim. Demək, meyillilik nədir? Hündürlük bölünsün məsafə. Çaylarda isə düşmə. Düşmə hündürlüyə bərabərdir. Məsafə isə çayın uzunluğuna. Düşmə bölünsün çayın uzunluğudur. İndi orada düşmə 400 metrdir. Çayın uzunluğu isə 1000 kilometrdir. İxtisarımızı aparanda qalır nə? 0.4 metr bölünsün kilometrə. Bax, bu bizim meyilliyimizdir. Meyillilik. Yaxşımı? Bu bizim meyilliliyimizdir və biz ümumi şəkildə vahiddən danışsaq, çayın meyillilik vahidi. Sən orada artıq bu metr, kilometr ifadəsini yoxa çıxartmalısan. Onun üçün də bunlar mütləq şəkildə metrə gətirilməlidirlər ki, artıq metr ixtisar getsin, orada vahid çıxarda biləsən. Yəni, vahid deyəndə qarışdırmayın. Bu, bir çayın meyilliliyidir. Çayın düşməsi elə oradan gördüyümüz kimi mənbə ilə mənsəb arasındakı fərqdir. Digər adı ilə hündürlük. Bəli. Sonra, müəllimlər, bəzən meyillilik hesablananda yadınızdan çıxartmayın. Bəzən sizə belə çaylar verir. Misalları bu şəkildə verir.
Məsəl üçün belə çay verir. Bax bu əsas çayı verir 200 kilometr. Buna bir dənə qol verir. Verir buna 50 kilometr. Buna da bir qol verir. Verir 45 kilometr. Buna da bir qol verir. Bunu verir 100 kilometr. Bəzən hündürlüyü bilir. Mənbə ilə mənsəb arasındakı fərqi bilir. Və deyəndə ki, sən meyillilik tap, qayıdır deyir ki, müəllim, bu çayların uzunluqların toplayım 50, 100, 245. Deyirəm hə. Bu çayların deyir uzunluğu. Deyirəm hə, lap yaxşı. Deyir ki, mənbə də tutaq ki 1000 metrdədir. Hə. Burada olubdur tutaq ki mənsəb 300 metrdə. Hə. 1000-dən 300-ü çıxım, düşmə 700 oldu. Qayıdır 700 bölünsün. 100, 150, 350, bu da 45. 395'e. 150, 700 metr bölünsün 395 kilometr. Götürür belə yazır. Amma bir şeyi yaddan çıxartmaq lazım deyil. Bax, sənin mənbən, mənsəbin bu nəyə görədir? Əsas çaya görə. Sən burada digər çayların uzunluqlarını ora qata bilməzsən. Sən əsas çayın uzunluğuna nəzər yetirməlisən. Bəli, orada sənin üçün əsas uzunluq olan hissə əsas çayındır. Ona görə orada olmalı idi ki, 200, yəni 700 metr bölünsün 200 kilometrə. İxtisar aparıb 3.5 metrimiz bölünsün kilometr verməli idi. Yəni bunu da verəndə həmişə uzunluq götürülən zaman əsas çayın uzunluğu götürülür. Qətiyyən yaddan çıxartmayın bu hissəni. Müəllimlər, kiməsə üçün aydın olmayan bir xüsusiyyət var? Yoxdur ki. Davam edirik müəllimlər. Bir neçə hissə qalıbdır. Onu da izah verim. Demək, bizim üçün bir çayın hövzəsi və yaxud bir çayın su toplayıcı sahəsi anlayışı. Məsəl üçün, hövzə sahə. Bax, bu bir əsas çaydır. Bu ona birləşik qoldur, bu ona, bu birinci dərəcəli, bu ikinci dərəcəli, bu üçüncü dərəcəli qoldur. Bunları bilirsiniz. Bax, bu qollardır. Bax ki, bunun hövzəsi nədir? Hövzəsi bunun qolları ilə bir yerdə tutduğu ərazidir. Yəni, bunun hövzəsinin sahəsi deyəndə qolları ilə tutduğu ərazi nəzərdə tutulur. Buna eyni zamanda su toplayıcı hövzənin sahəsi də deyilir. Bilirsiniz niyə su toplayıcı? Çünki bax, bu əsas çayı qidalandıran hissə onun qollarıdır. O gedir, hardansa başlayır, suyu çəkib gətirir, axırda hara tökür? Əsas çaya. Ona görə deyirlər, su toplayıcı hövzəsinin sahəsi. Bəli, budur. Bu öz yerində. İndi buradan nəyi tapacağıq? Təbii ki, sıxlığı. Bəli, sıxlıq nədir? Sıxlıq. Sıxlıq bax budur. Kilometr bölünsün kilometrin kvadratı. Deyirsiniz, müəllim, bu nə deməkdir? Bu deməkdir ki, 1 kilometrin kvadratına düşən çayın uzunluğu. X kilometr. Bəli. 1 kvadrat kilometrə düşən çayın uzunluğu. Bəzən bu 1 metrin kvadratına düşənlə də hesablana bilər. İndi orada şərtdə verməyindən asılıdır.
Sən bunu necə taparsan? Məsəl üçün, sənə deyir ki, su toplayıcı hövzəmin, ümumi hövzəmin sahəsi 100 kvadrat kilometrdir. Bu su toplayıcı hövzənin daxilində 7500 kilometr. Yəni çay öz qolları ilə bir yerdə 7500 kilometrlik ərazini tutur. Onda deyir sıxlığı tap. Sıxlıq nədir? 1 kvadrat kilometrə düşən ərazi. X kilometr tapırsan. Buradan 100 x 7500 alınır. İxtisar gedəndə x 75. Yəni dolayısıyla 1 kvadrat kilometrə 75 kilometr uzunluğunda çay düşür. Bax buna deyirlər çayın sıxlığı. Müəllimlər, çayın sıxlığı ilə bağlı nəsə problemimiz varsa suallar geri dönüş olsun. Var müəllimlər. Yoxdur ki. Bax bu sıxlıq məsələsi hər şeydə belədir. Məsəl üçün 1 kvadrat kilometrə düşən şey. Məsəl üçün insan sayı sıxlıqdır. Məsəl üçün 1 kvadrat kilometrə düşən magistral yol sıxlıqdır. 1 kvadrat kilometrə düşən dəmir yolu sıxlıqdır. Ölçədə sıxlığı göstərir. Bəli. Sıxlıqlar yəni bax bu şəkildə gedir. Ona görə sıxlıqlar nədir? Ümumi sıxlıqlar odur ki, bir əhalinin sayını, bir çayın uzunluğunu, bir dəmir yolunun uzunluğunu, magistr yolunun uzunluğunu sən nəyə bölürsən? Sahəyə bölürsən. Bu ortaya sənə sıxlığı çıxardır. Vəssalam. Bu öz yerində. Müəllimlər, bununla bağlı nəsə problemimiz var hələ ki. Yoxdur ki. Əla. Demək, müəllimlər, en kəsiyi məsələsi haqqında danışacağım indi. En kəsiyinin sahəsi. Sahəsi təbii ki, metrin kvadratı ilə göstərilir. Bir en kəsiyi. Niyə deyərsiniz müəllim metr kvadratı ilə? Bir çayın o dərəsinin nə dərəcədə enli və yaxud dayaz olması prosesi. Təbii ki, orada sənə götürüb bir çayın dərəsini kilometrlə verəsi deyil ki, metrlə verəcək də. O metr kvadratı ilə göstərilir. Buradan keçən su sərfi 1 saniyədə. 1 saniyədə. Böl metr. Yəni 1 saniyəyə neçə metr keçdiyini göstərir. Bəli. Məsəl üçün en kəsiyin sahəsi deyir ki 7 kvadrat metrdir. Buradan keçən suyun sürəti isə tutaq ki belə yazaq da metr bölünsün saniyə 5 metr bölünsün saniyədir. Su sərfini hesabla. Yəni bu 1 saniyəyə düşəndir ha. 1 saniyədəki su sərfidir. Sən də yazsan ki 1 saniyəyə 5 metr keçibdirsə demək o zaman bax bu sahədir. Bu sahədir. 1 saniyədə 5 metr su sərfi keçibdirsə həmən ərazidən neçəsə saniyə də vura bilərsən bunu tapa bilərsən. Amma məsəl üçün bizə deyə bilər ki 1 saniyədə oradan neçə kub
su keçibdir həmin ərazidən. Bəli, oradakı su sərfini hesablamaq üçün 1 saniyədə keçən ümumi su sərfini. Və bu sürətdir. Bu sürətdir. 1 saniyədə keçən su sərfinin ümumi neçə kubmetr o ərazidən keçməsini hesablamaq üçün və bu 7 metrin kvadratını vurursan buna. Yəni 5 metr bölünsün saniyə. Bu suyun sürətidir en kəsiyindən keçən zaman. Onu vurursan 7 metrin kvadratına, yəni təbii ki, en kəsiyinin sahəsinə. Vuranda da belə çıxır. 35 kub metr bölünsün saniyə. Bu 1 saniyədə su sərfi olaraq hesab olunur. İl ərzində, bir il ərzində saniyələrin sayını hesablayıb buna vuranda isə sənə bir ildə su sərfi hesablamış olursan, o da 31.3 10^6 saniyə olur. Və bu tam şəkildə yuvarlaq götürülmüş bir ədəddir hesablanaraq. Saniyələri hesablayıb özün də çıxara bilərsən bir ildəki saniyələrə. Təqribi 31.3 10^6 şəklində özünü göstərir. Bu da 31.300.000 saniyə olaraq deməkdir. Bax, buna deyirlər su sərfi. Su sərfinin 1 saniyədəki göstəricisi, en kəsiyinin sahəsi metr kvadratı ilə sürəti. Yəni, sürəti en kəsiyinin sahəsinə vurduqda bizə o en kəsiyindən keçən suyun neçə kub metr olduğu ortaya çıxır. Bax, bu da bizim çay məsələləri. Bunlarla bağlı məsələləri işləyəsiniz. Təbii ki, müzakirəli şəkildə, geniş şəkildə baxacağıq. Müəllimlər, geri dönüş etmək istədiyiniz nəsə varsa, buyurun geri dönüş edin. Buyurun. Hər hansısa bir başa düşmədiyiniz. Ümid edirəm ki, yetərincə aydın oldu. Bəli müəllim, aydındır. Aha. Yaxşı, belə müəllimlər, 13 dəqiqəmiz qalıbdır. Yəni, ümumi 11 tamam olmağa. Əgər heç kəsin sualı yoxdursa, bugün dayandırıram. Gələn dərs artıq biraz 2 saata kimi, 1 saat 50 dəqiqə kimi davam edərik. Bugün biraz internetlə problem yaşadıq. Həm müdavimlər deyəsən problem yaşadı, həm də mən problem yaşadım. Bu gedişlə axtarıb tapıb başqa bir provedora keçmək lazımdır ki, belə olmaz yəni. Belə. Yaxşı, başqa nəsə sualınız varsa, vaxtınız var, suallarınızı, yəni suallarınızı, bu dərslə aid, müzakirə ilə aid, izahla aid suallarınızı yönləndirin. Mən belə yoxdur, yəqin ki, testlər əsasında çıxar. Onu inşallah növbəti dərsdə Oldu. verərik. İndi bunu da yükləyəcəm, orada baxarsınız, özünüz bir daha baxmaq istəsəniz, baxıb, kitabı oxuya-oxuya müzakirənizi apararsınız. Gölləri, çayları yaxşı öyrənin yerlərini. Təbii ki, orada geniş sual-cavab olacaq. Bunun üstündə də biraz qalmaq lazımdır. Zaten hidrosfer haqqında, iqtisadiyyat haqqında ayrı danışacağım. Ona görə ciddi yanaşın. Bir dənə bu məsuliyyətli yanaşın. İstədiyimiz nəticəni qoya bilək. Onda gecəniz xeyrə, sağ olun, özünüzdən müğayət olun.